Robotla insanı ayırd etmək mümkün olacaq. Alimlər biologiya ilə robot texnologiyasını birləşdirən yeni biohibrid robot Oscar layihəsini təqdim edib. Bioloq Cornelius Vlasman tərəfindən hazırlanmış bu sistem adi robotlardan fərqli olaraq modul biologiya hissələrindən ibarətdir. Onun quruluşu canlı toxumalar, orqanlar və müxtəlif bioloji komponentlərin bir araya gətirilməsi ilə formalaşdırılıb. Mütəxəssislərin sözlərinə görə Oscar'ın hər bir modulu müstəqil şəkildə fəaliyyət göstərə bilir. Sistem hərəkət etmək, toxunuşa reaksiya vermək və müəyyən hallarda özünü bərpa etmək kimi xüsusiyyətlərə malikdir. Robotun daxilində pompalama və nəfəs salma mexanizmlərinə bənzər funksiyalar da mövcuddur ki, bu da bioloji komponentlərin birlikdə işləməsini təmin edir. Tədqiqatçılar hesab edir ki, belə biohibrid texnologiyalar gələcəkdə ürək və böyrək kimi orqanların yaradılması, həmçinin əlilliyi olan insanlar üçün yeni bioloji həllərin hazırlanmasında istifadə oluna bilər.